Salam hörmətli izləyicilər. İnsanları ən çox maraqlandıran suallardan biri də polis əməkdaşları tərəfindən məhkəmə qərarı olmadan mənzilə daxil olma ilə əlaqədardır. İlk növbədə bildirirəm ki, hər bir vətəndaşın hüquq və azadlıqları var və bunlardan biri də mənzil toxunulmazlıq hüququdur. Mənzil toxunulmazlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunur. Bəs mənzil toxunulmazlıq hüququ hansı hallarda məhdudlaşdırıla bilər? Polis əməkdaşları hansı hallarda mənzildə yaşayanların iradəsinə zidd daxil ola bilərlər? Bildirirəm ki, polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına və yaşayış yerinə orada yaşayanların iradəsinə zidd daxil olması yalnız məhkəmə qərarı olduqda və digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirə salınmaz tədbirlər həyata keçirilişdə yol verilir. Məhkəmə qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsinə zidd aşağıdakı hallarda daxil ola bilərlər. Şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayət hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi, yaşayış yerində insan meyidinin, meyid hissələrinin olması, yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması, cinayət törətmiş şəxsin bilavasitə isti izlərlə təqib edilməsi. Bu hallarda və əsaslardan biri olduqda mənzil toxunulmazlıq hüququnun digər mülahizələrlə məhdudlaşdırılması qadağandır. Məhkəmə qərarı olmadan mənzilə daxil olunduqda bu barədə 48 saat ərzində məhkəməyə və ibtidai araşdırmaya proseslər rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.